Özümlə bağlı rəssam olduğumu deyə bilərəm. 3 ilə yaxındır Adda Budda Channel markasını yaratmışıq. Maraqlı bir konseptdir. Hansı ki, bu nəinki Azərbaycanda, dünyada da bu konsept yoxdur. Hansı ki, o rəssamlıq tərəfimi bura qataraq meyvə tərəvəzlər boyanır, ssenari hazırlanır. Misal üçün filmlərimizdən və yaxud da hansısa kliplərdən və s. Və yemək resepti o konsept üzərində izləyicilərə çatdırılır və kifayət qədər də uğurlu alınıb. İnşallah hədəfimiz daha yüksək izləyici auditoriyasına çıxmaqdır. Biz 3 nəfərik. Assistentlər var, sağ olsunlar. Həm çəkilişlə bağlı, həm yeməyin hazırlanması ilə bağlı bir komanda işi görürük. Bəzən olur ki, məsələn, işləri olanda məcbur özüm tək məşğul oluram. Amma belə montajdır, çəkilişdir və s. Bunun həm də biz kursunu keçirik. Yəni, misal üçün, yeni başlayan xanımlar və yaxud da bəylər ola bilər ki, onlar üçün biz bu konsepti qururuq. Misal üçün, çəkiliş necə olmalıdır, marketinq tərəfi, reklam tərəfi və s. komandamızdan həmin yoldaşlara köməklik göstəririk ki, uğur əldə edə bilsinlər. Onlayn formatdan gedir söhbət.